Bir dənə bilsəm məndən yadıma düşür. Cem Yılmaz'ın bir verilişi var idi, ona baxırdım da. Humoristik deməli. Orada deyir ki, baxıram deyir, Amerikada bir qadın təyyarə sürür. Boyun 450 nəfər aparır. Bir qadın dağa dırmaşır, bir qadın onu edib bilir. Deyir, bizim də qadınlar deyir, divana uzanır deyir. Məni anla. Məni anla. Bəli, tam doğru, tam doğru. Şursay 2-lərdə, Şursay 2 güclü diplomatdır. Şursay 2 qarşı tərəfi doğru yönləndirməyi bacarır, ünsiyyət qurmağı bacarır. Yəni hər kəs, amma Şursay 2-nin strategiyası tet-a-tetdir. Yəni 100 nəfər adam varsa, hamı ilə bir-bir quracaq və bu zaman o reallaşmağa başlayır. İndi bax, sənin qazancın, Şursay 1-in qazancı. 1-in qazancı nə qədər çox insanı idarə eləməyindən asılıdır. 2-nin qazancı nə qədər çox insanla gün ərzində münasibətdədir, bundan asılıdır. Təbii ki, enerji itirdiyi tərəfləri falan düzəldəndən sonra. Çünki adamlar var, məndə qulaqsız gedir, eləyir, o şey eləmir. Enerji itirdiyi tərəflər bərpa olmalıdır. 3-ün qazancı nə qədər çox insanı öyrədirdən asılıdır. Öyrədir, bəli, razıyım ondan. Doğru mu? Nə qədər çox insanı nastavniçistvo eləyir, mentorluq eləyir, yol göstərir, məsləhət verir, çürəyi gedir bunlardan. Da vacib də öyle, yəni o da ödənişli olsun. Məsələn, bir misal da dedim ki, yəni iş olub ki, yəni sadəcə olaraq bir məsləhət vermişik, işə kömək eləmişik. Bir başqa bir yerdən başqa bir təklif gəlib, gözləmədiyimiz fürsət gəlib. Tam doğru. Şimdi prosesdə sən potensiallı istifadə, mən məsəl üçün Şursay 6-yam. Mən potensialımı nədən istifadə edirəm? Bu son ərəfələr deyirlər master depressiyaya düşmür. Elə deyil, bizdə olur. Yəni bir krizis dövrü və mən anlamağa çalışıram ki, mən enerjini artırmaq üçün bir çox şeylər də eləyirəm. Amma yenə də baxırsan ki, bir krizis dövrü yaşadıq, keçdik. Bir də burada şəxsi ilin təsiri var, təqvimlərimizin təsiri var bizim. Bu çox önəmlidir. Yəni mənim misal üçün 4 ilimdən 5 ilimə keçid dövründə 4 ili transformativ idi və mənə bayağı bir transformasiya elədi. İnsanlar bunu bilmir. Deyir, doğru qərar verdiyimi hardan bilim? Sən yüksək obyektiv reallıq, yaradılış qanunlarını biləndə doğru qərar verdiyini biləcəksin. Hal-hazırda sənin şəxsi ilin 1-dir, səhv eləmirəmsə. 9-dan keçmisən 1-ə. Bu il sən hər şeyə başla. Hər yeni bir şeylər elə. Doğru mu? Mənim 5 ilimdir. Mən misal üçün bu il bir təklif gəldi travel şirkətindən. Oturdum, analiz elədim ki, mən bura gedimmi, getməyimmi? Ancaq südsayımı davam eləyim, yoxsa buranın da paralelində bir biznesdir, maraqlıdır. Altının da reallaşması servisdə və xidmətdədir. Həm də səyahətdir. Mən səyahətdən danışanda, bahalı həyatdan danışanda insanlar necə görə qulaqlarını belə bulasılar ki, mən yaşayıram axı onu. Necədir? Maraqlıdır, doğru mu? Və qərar verdim, oturdum, analiz elədim. Mənim şəxsi ilim neçədir? Mənim şəxsi ilim 5 idi. Şəxsi il 5 miqyaslaşma və böyümədir. Və mən də neçə vaxt fikirləşirəm ki, Avropaya çıxım, biraz xarici ölkələrə çıxım. Elə bir sanki belə qabağa verildi, sunuldu. Əgər mən öz subyektivimlə davransam, rahatlığıma getsəm, bu qərarı dəyərləndirməyəcəkdim. Mən bu qərarı dəyərləndirdim, ora görüşə getdim. Oradakı adamlar bəyəndilər. Yəni süd sayı falan və qarşılıqlı razılaşma ilə oradan bir qazancım oldu. Mən şirkətə girməmiş pul qazandım. 5 ilində deyilir ki, şəxsi 5 ilində hər şeyə hə deməlisən. Təkliflərə hə deməlisən. Və insanlar, misal sən keçən 9 il idi. 9 ilində biznes başlamaq olmaz.